Üzə çəkirsən? Lap yaxşı. Mən 1951-ci ildə Bakı şəhərində, İçəri şəhərdə dünyaya gəlmişəm. 1958-ci ildə elə 190 nömrəli məktəbə rəhmətlik atamla anam apardılar, məni qoydular. Deməli, 190 nömrəli məktəbdə Sona xanım məni məktəbə götürəndə dedi ki, bu uşaqlar gözlərindən görünür, çox istedadlı uşaq oluşur. Abala, bu məktəb, yəni ki, nümunəvi məktəb olduğuna görə sən tək məktəbə oxumağa gəlmirsən. Belə başqa nəyə meyillisən? Dedim ki, oxumaqla Sona müəllimə. Dedi, bizdə dərnəklər də var. Bizim də Nəğmə müəllimimiz var, Barat müəllim. Gətirdilər məni, əyləşdirdilər. Dedi, nə oxuyacaqsan? O vaxt uşaq idim. İçəri şəhərdə yazdığım bir mahnı var idi. Özüm yazmışdım. Yəni ki, belə idi mahnının sözləri. Özdə musiqisiz, yazsız, Barat müəllim oturub qulaq asır. İçəri şəhərdə anadan olmuşam, bulvar qırağında yaşad olmuşam. Müğənni Seyfəldir mənim adım. Barat müəllim, bu günləri sizin qabağınızda imtahan vermişəm. Belə xoşuna gəldi. Ondan sonra məni dərnəyə də götürdülər, ondan da əlavə apardılar. Deməli, o vaxtı indi prezident aparatıdır. Onun yanında o vaxtı katib, birinci katib otururdu. O vaxt İmam Mustafayev idi deyəsən, rəhmətlik. Onların katibin oturduğu yerdən bez qabaqda Yuri Gagarin adına deməli, Pionerlər Sarayı var idi. Orada da məni apardılar. Orada bir Əfsər müəllim var idi, Cəmanşir rəhmətlik, bəstəkar. Onun yanında Əfsər müəllim qulaq astı mənə, dedi ki, sən həm məktəbə gedəcəksən, həm də bura gələcəksən əlavə. Bax, mənim musiqi sənətim, fəaliyyətim, sənətim buradan başlayıb. Ondan da sonra uşaqlığımız bizim Bakının Maçdağa kəndində bağımız vardı Ləyişdə. Hər dəfə rəhmətlik atam məni bağa aparanda Ləyişə, orada Allah rəhmət eləsin, rəhmətlik Məmməd Bağırzadə ilə bizim Nardaranın girəcəyində tanışdığımız ilk dəfə olub. 1963-64-cü illər idi. 89 nömrəli avtobusa minərdi Məmməd Bağır rəhmətlik, gələrdi Maçdağıya bizim bağa. Bizim uşaqlığımız belə keçib. Ondan da sonra Allah can sağlığı versin Respublikanın xalq arası Əlbaba Məmmədova. Onun əmisi Güləhməd dayı, bıçaqçı Güləhməd idilər, o bağman idi. Mənim babam Heybətəli babamla dost idi. Onlar muğam oxuyardılar, mən də həmişə qulaq asardım. Deyirdi ki, bəs bu uşaqlar musiqiyə gedirlər, ancaq muğamı da öyrənmək lazımdır. Güləhməd dayı həmişə Zəmmuxarə muğam oxuyardı, Seyga oxuyardı, Çağırca oxuyardı. O vaxtda Əlbaba müəllim, onun qardaşı, böyük qardaşı Bəgəhməd dayının oğlu Əlbaba müəllim televiziyada çox məşhur oxuyan idi. Həm ki, Bakının, Abşeronun ən gözəl sənətkarları Əlbaba müəllim idi. Sonra Nəriman müəllim var idi. Ancaq Əlbaba müəllim biz hamımız sevirdik onun sənətini. Ona görə biz başladıq onun yolu ilə getməyə, onun mahnılarını oxumağa. Beləncə gəldim, çıxdım. Sonra qısa bir izah edeyim ki, ondan sonra getdim əskəriyə. Əskəridə 1969-71-ci il Ukraynaya düşdüm. Ukraynada da məndən soruşdular ki, sənin sənətin nədir? Dedim, musiqiçiyəm. Dedilər, bu musiqiçi əskərliyə dəxili yoxdur. Sən geri kişi bir sənətin olmalıdır. Apardılar, mən oxuturdular, Aptaçko, orada xülasə. Əskərdən gələndən sonra gəldim, girdim Askonsertə. Askonsertdə işləmişəm 71-ci ildən 74-75-ə kimi. Sonra da elə oldu ki, mənim bir dostum vardı, Ləzgi oğlandı, Ramazan Zahirov. Onlar Dağıstanlılardı. Məni apardılar Dərbəndə, Maxaçqala şəhərinə, toya. Toyda sonra orada musiqiçilər, müəllimlərlə görüşdük. Qayıtlar, sən çox istedadlısan, gəl səni aparaq Maxaçqalaya. Mən Maxaçqalada Lizginka ansamblında solist olmuşam, Filarmoniyada solist işləmişəm. Bax, mənim sənətim bax belə gəlib. Azərbaycanın şimal bölgəsini, Dağıstanı tərənnüm etmişəm. Azərbaycan radio televiziyasında ta 91-ci ildə. Sonra 89-90-91-ci illərdə aktyorlar evində
Allah rəhmət etsin Hakim müəllim Fətəliyevi, o bizim daimin dostuydu. Dedi, ay Seyfəl, gəl ginən bizim böyük bir idarəmiz var, İttifaq Teatr, onun nəzdində sən bir ansambl yarat. Mən ansambl yarattım, adını da qoydum Visal. Visal instrumental ansambl bədii rəhbəri oldum, teatr studiyası açdım. Sonra az sayılı xalqların üzü Balakən, Zaqatala, İsmailli, Şəki, Quba, Qusar, Xaçmaz, Xudar, Yalamadan o vaxt istedadlı gənclər gəlirlər bizim ansamblə və mən onlara rəhbərlik eləmişim. Onlardan da ən gözəl müğənnilərdən biri bu dəqiqə Qusardadır, İlhami Balasultanova, musiqi müəlliməsi istəyir. Bəxtiyar var Şəkidən, Zaqataladan, Fətəli, o mənim tələbəm olub. Çox tələbələrim var, Nəzakət Piriyeva, Dəlbətli qızıdır. İndi də Sovet hökuməti dağılandan sonra 91-ci ildə mən ərizəmi yazdım. Mədəniyyət Nazirliyində o vaxtı Allah can sağlam versin, Polad müəllim nazirimiz idi, Polad Bülbüloğlu. Mənə dedi, Seyfəl, gəl səni göndərim Qusar rayonu teatrının direktoruyum. Dedim ki, 91-ci ildə vəziyyət ağır, savkoz, kolkoz dağılır. O vaxt Turdava Saqlaşenlər, müqavilələr yox idi. Yəni bu ansambli saxlamaq çətin idi. Ona görə də mən istifa verdim, ərizəmi yazdım, çıxdım. Ancaq Azərbaycanda, Azərbaycan radio televiziyasında məndən qabaq və məndən sonra Şimal bölgəsinin əsas ləzgi xalq mahnılarını oxuyan olmayıb, indi də yoxdur, özünüz də bilirsiniz, baxın televiziya, efirə. Ona görə də mənim yazdığım internetdəki mahnılarım əlavə bir 3-4 mahnı yazmışam, onları da həsr etmişəm Uşaqlıq dostum rəhmətli Məmməd Bağıra. Düzdür, mənim imkanım yoxdur, indi mən Dağıstan ləzgi qardaşlarımızla oturmuşam, burada ləzgilərin evində Dağıstanda oluram çox vaxt. İndi vaxt olsa, qismət olsa Bakıya gəlsəm, bu mahnıları musiqisini yazarım. Hələlik imkan yoxdur, ona görə də elə belə mənim bu ləzgi dostumun, qardaşının Bəhruzun evindəyəm. Onun oğlu Bəhlul məni bu dəqiqə efirə alır, Allah kömək olsun. Və istəyirəm ki, uşaqlıq dostum, rəhmətli Məmməd Bağıra yazdığım bu mahnını musiqisiz də olsa oxuyum. Çünki bunun sözlərini də mən yazmışam, musiqisini də. Buyurun, qulaq asa bilərsiniz. Səs salmısan avazınla hər yana, səsin yayılıbdır Azərbaycana, sən də səsinlə dünyanı çağır, Azərbaycan olsan Məmməd Bağır. Sən də səsinlə dünyanı çağır, Azərbaycan olsan Məmməd Bağır. Musiqi aləmində məşhur oldun, dillərdə, dastanlarda əzbər oldun. Sən də səsinlə dünyanı çağır, Azərbaycan olsan Məmməd Bağır. Nardaran torpağıdır sənin elin, cənnət məkanıdır sənin yerin. Sən də səsinlə dünyanı çağır, Azərbaycan olsan Məmməd Bağır. Bu mahnının təməlini qoydum əvvəl, bu mahnını həss edib sənə Seyfəl. Sən də səsinlə dünyanı çağır, Azərbaycan olsan Məmməd Bağır. Musiqi aləmində məşhur oldum, dillərdə, dastanlarda əzbər oldum. Sən də səsinlə dünyanı çağır, Azərbaycan olsan Məmməd Bağır. Allah rəhmət eylesin mənim dostumdur. İkinci mahnımı mən Təbrizdən bir dostum var idi, Əli qardaşımız. O vaxt yollar açılanda gəlmiş idi. Dedi ki, müəllim, sizdən çox xahiş edirəm, Təbriz bir mahnısı, çox yazıblar Təbrizdə, ancaq sən bir Azərbaycanlı kimi çox xahiş edirəm, bir imkan dairəsində gəlirəm, gedirəm Azərbaycana, var mahnılar. Ancaq siz də bir Salam Təbriz mahnısını yazsaydınız, çox gözəl olardı. Və bir günlər bir vaxt tapıb
90-cı illər, 91-ci illər idi. O gəlmişdi Azərbaycana. Deməli, televiziyada mənim rəhmətlik Şahin Əlibəyli dostum, Azərbaycan televiziyasının rejissoru həmişə mənə efirə alıb. Allah rəhmət etsin Şahini. Dedim, Şahin həmişə mənə televiziyaya çəkirsən. Deməli, Seyfəli, sən həmişə Dağıstan ləzgi xalq mahnıları oxumusan, bəstəkar mahnıları. Bu Azərbaycan o tayda, bu tarzların da bir, yəni ki, onlara da bir tərənnüm etmək lazımdır. Dedim, mənə nə olsun? Bir Salam Təbriz mahnısını oturdum, Şahin də rəhmətli oturmuşdu mənə. Teatrın üstündə olurdu, rəhmətli. Oturduq evlərində, oturdum cızmaqara, başladım yazmağa. Sözləri belədir. İllər ilə həsrətini çəkmişəm, həsrətini, möhnətini çəkmişəm. Bir quş olub budağına qolmuşam. Salam Təbriz, salam Təbriz, salam hey. Sevincimdən lal olmuşam, lalam hey. Qismət olar gəlirəm səni gəzməyə, əlvan-əlvan güllərini üzməyə, nazlı yarın yollarında düzməyə. Salam Təbriz, salam Təbriz, salam hey. İstəyirəm buzda ölüm, qalam hey. Savalan dağı sənə könül bağladım, oxuduqca çaylar kimi çağladım. Şəhriyarı yada salıb ağladım. Salam Təbriz, salam Təbriz, salam hey. İstəyirəm burada ölüm, qalam hey. Bu mahnının sözlərini yazdım. Sonra da musiqisini yazdım. İndi bir parça oxuyaram ondan. Yəni deyirəm ki, inşallah qismət olaraq Bakıya gəlsəm, bunları musiqi ilə bir yerdə yazmaq lazımdır, köçürtmək lazımdır. Hələ bir imkan yoxdur, elə belə oxuyuram da. Həyatdır da, dünyanı bilmək olmaz. İllər ilə həsrətini çəkmişəm, həsrətini, möhnətini çəkmişəm. Bir quş olub budağına qolmuşam. Salam Təbriz, salam Təbriz, salam hey. Sevincimdən lal olmuşam, lalam hey. Salam Təbriz, salam Təbriz, salam hey. Savalan dağı sənə könül bağladım, oxuduqca çaylar kimi çağladım. Şəhriyarı yada salıb ağladım. Salam Təbriz, salam Təbriz, salam hey. İstəyirəm burada ölüm, qalam hey. Salam Təbriz, salam Təbriz, salam hey. Qismət olar gəlirəm səni gəzməyə, əlvan-əlvan güllərini üzməyə, nazlı yarın yollarında düzməyə. Salam Təbriz, salam Təbriz, salam hey. İstəyirəm burada ölüm, qalam hey. Salam Təbriz, salam Təbriz, salam hey. İstəyirəm burada ölüm, qalam hey. Salam Təbriz, salam Təbriz, salam hey. Sonra da mənim bir əqidə dostum var. Azərbaycanda çox hörmətli, çox gözəl insanların biri olan Rasim müəllimlə söhbət açmaq istəyirəm. Rasim müəllim Musayev 1992-ci ildə mart-aprel aylarında biz onunla Ali Sovetin qabağında əqidə dostu olmuşuq. Bu devlətin yaradılmasında bizim də müstəsna xidmətlərimiz olmuş. İndi Rasim müəllim mənim dostum, gözəl bir insan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində nazir müavinidir. Rasim müəllimlə mən çoxdandır görüşmürəm. Axırıncı onun iş yeri Gəncədə olmuş. Ondan qabaq Cəlilabadda, o vaxt rəis olanda mən onunla görüşmüşdüm. Sonra elə oldu ki, ailə vəziyyətimiz çətin oldu. Mən çıxdım, getdim Dağıstana. Onun sorağını eşidirəm, onun səsini eşidirəm. Heç yadımdan çıxmaz, 1999-cu ildə 15-ci bölmənin Sabunçu rayonunda Zabratda rəisi olanda mən onun yanına tez-tez gəlirdim.
imkan dairəsində o həmişə bizə, mədəniyyətçilərinə, insanlarımıza çox köməklik göstərir. Heç yadımdan çıxmaz, məcburi köçkünlər var idi Xocalıdan. Vüsal adlı bir uşaq var idi. Deyirdi ki, Ceyfər, sənin ansamblının adı Vüsaldır. O uşağın kiçik toyunu etmək lazımdır. Heç vaxt yadımdan çıxmaz. Rasim müəllim o uşaqları çox sevindirirdi. Həm də o uşağın biz kiçik toyunu heç yadımdan çıxmaz. Ağcabədi bir kafesi vardı. Rasim müəllimin Nizami kilvəsi vardı. Gəldik. O toyu biz təşkil elədik. O toyu Rasim müəllim köməklik göstərdi. Mən də o toyu aparmışam. Valla çoxdan olub bu söhbət. Mənim qalıb, qalmayıb xatirələrdə. Rasim müəllim ondan da əlavə bizim Azərbaycanın məcburi köçkünlərinə mənim yadımdadır. Mən onun yanına gələndə həmişə hamıya köməklik göstərir, imkan dairəsində. Ona həmişə mənim tövsiyəm oldu ki, o vaxt mayor idi 99-cu ildə. Dedim, Rasim müəllim, o gün olsun ki, sən general olasan, gəlim sənin qapını döyüm belə, açım girim səni. Mənim gözəl dostum, heç vaxt yadımdan çıxmaz. Mənim Allah rəhmət eləsin bütün analarımıza. Anam dünyasını dəyişəndə mən qalmışdım kimsəsiz tək. 5-6 nəfər dostum, tanışım gəlmişdi. O ləzgi dostum qarman çalan Rasim, bir də ansamblinin üzvləri heç vaxt yadımdan çıxmaz. Düz 2000-ci il fevral ayının içində Maçlağa kəndinin Seyidlər qəbristanlığında Rasim müəllim mənim başımın üstündə dayanmışdı. Mənə belə insani kimi, bir dost kimi mənə orada köməklik göstərdi. Allah ona can sağlığı, uzun ömür versin. Ona ancaq ailə saadəti arzulayıram.